Əziz qardaşlar, bildiyiniz kimi biz artıq Ramazan ayının ilk həftəsini geridə qoyduq və bu təqva ayının bir həftəsi artıq geridədir və qarşıda artıq bizi 3 həftə gözləyir və bu bir həftədə nə qazandıqsa, nə əldə etdiksə, istər maddi, istər mənəvi nöqteyi nəzərdən bu artıq geridədir. Tarix köhnə, keçmiş artıq geriyə qayıtmır. Yəni necə faydalandıq bu günlərdən və bu gecələrdən, artıq o hər bir insanın əməl dəftərində yer aldı. Artıq onların geriyə qayıtması, o günlərin geriyə qayıtması qeyri-mümkündür. Amma bir şey mümkündür ki, insan gələcək günləri, gələcək Ramazan günləri ki, gecələri ki, çünki həm gecələr, həm gündüzlər çox önəmlidir. Bu halda insan bu gecələri və gündüzləri dəyərləndirmək üçün Allah ona böyük bir fürsət tanıyıb. Və bizim qarşımızda böyük bir fürsət var. 3 həftə bizim qarşımızda dayanır və bu 3 həftə ərzində biz edə bilərik ki, Allah istəyən orucu həqiqətdə yerinə yetirək, icra edək. Allahın bizim üçün bəyəndiyi, Allahın bizim üçün seçdiyi. Yəni insan hər bir əməli edəndə iki şeyi nəzərə almalıdır. Bu əməldən özüm necə razı qaldım, Allah necə razı qaldı. Tutaq ki, namaz qılıb, tutaq ki, ibadət edir, tutaq ki, sədəqə verir, tutaq ki, zəkat verir, tutaq ki, gecə ibadəti yerinə yetirir. Əvvəla həmişə iki şeyə çox önəm verməlidir. Bu etdiyim ibadətdən, əməldən öncə özüm nə qədər razıyam, öz vicdanına buraxmalı, birinci. Sonra Allahın öhdəsinə buraxmalıdır ki, Allah razı qaldınmı? Əgər sən özün öz əməlindən razısansa, o zaman düşünə bilərsən, hələ Allah sənin əməlindən razı deyil. Əgər bir insan özü öz əməlindən razı deyilsə, deməli o hala çox iş görməlidir, çox deməli inşa etməlidir öz vücudunu, öz düşüncələrini, öz hisslərini, öz istəklərini, öz qəlbini inşa etməyə düşünməlidir, yön verməlidir. Yəni fürsət bilməlidir. Bu günlər yəni fəqət biz bu günləri şər'i bir ibadət kimi qəbul etmirik Ramazan ayı. Ramazan ayı təkcə şəriət çərçivəsində icra olunan, fiqhi çərçivədə icra olunan bir əməl kimi bizim üçün olmamalıdır. Bəlkə bu o çərçivəni aşmalıdır. Yəni daha üstün bir bizim üçün bir əməl olmalıdır. Daha üstün dəyərlər bizim üçün qazandırmalıdır. Daha üstün fəzilətlərə bizi aparıb çıxartmalıdır. Çünki ömür çox qısadır. Yəni ömür həddən artıq əgər biz insanın arzuları ilə, düşüncələri ilə, həyatı ilə, onun fikirləri ilə ölçsək, ömür çox qısadır. Əgər biz arzularımız və istəklərimizi həyata keçirmək üçün bir zaman istəsək, Allah bizim bütün arzu və istəklərimizi həyata keçirmək üçün bizə zaman versəydi, bəlkə də bu dünya həyata əbədi bir dünya çevrilərdi. Ona görə axirətə nisbətdəki ömürlə bu dünyadakı həyatı müqayisə etdiyimiz zaman həyat çox qısadır. Ona görə bu həyatda Allah bizə fürsətlər tanıyıbdır. Yəni Allah bizə sınaqlar bizim qarşımızda qoyubdur və eyni zamanda bu sınaq və fürsətlərə nisbətən bizə yetenəklər verir, bacarıqlar və istedadlar bəxş edir. وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ Allah dində sizin üçün heç bir çətinlik yaratmamışdır. Əslən çətinlik yoxdur bu dində. Tamamilə insan ruhuna uyğun olan bir əməllərdir, insan vicdanına uyğun olan bir əməllərdir. İnsanın əslən inşa olunması üçün, insanın yetişməsi üçün, insanın ucalması üçün, insanın böyüməsi üçün, mənəvi baxımdan, ruhi baxımdan yetkinliyə çatması üçün, rüşd eləməsi üçün, təkamülə gedib yetişməsi üçün deməli Allah tərəfindən tanınan ən böyük fürsətdir. Yəni dindəki olan əməllər və dəyərlər və ayinlər və ibadətlər. O baxımdan Ramazanın bir fürsət kimi dəyərləndirdiyi zaman və bilir, hər bir insan bilmir nə qədər Ramazan yaşayacaq. Nə qədər keçən Ramazanı yaşayanlar vardı, bu Ramazan onlar yoxdurlar bizim aramızda. Yəni onlar artıq axirət dünyasındadırlar, Allahın huzurundadırlar. Onlar indi orada çoxları həsrət çəkir. Ey kaş biz bu dünyaya qayıdaydıq və öz mömin qardaşlarımız kimi bir Ramazanda yaşayaydıq və əvvəlki Ramazan kimi yox, daha layiqlə, daha ləyaqətlə onu yaşayaydıq və bu peşmançılıq bizə burada baş verməyəydi. Yəni peşmançılıq o mənada yox ki, bunlar cəhənnəmdədirlər. Yox, hətta cənnətə gedənlər belə peşman olacaq ki, ey kaş mən bu dünyada daha çox
yəni bu əməllərdən yararlanaydım, bu mənəvi feyizlərdən yararlanaydım, bu gözəlliklərdən yararlanaydım ki, ta ki bu dünyada mən, yəni o məhdudiyyətlər ki, əməlimə görə, nöqsanıma görə mənim üçün burada məhdudiyyətlər yaranıb, o məhdudiyyətləri eləyə bilərdim, yaratmayım. Ax, dünyada mən layiqincə oluşdum, gecələri layiqincə ibadət eləyim, gündüzləri layiqincə təqvaya riayət eləyim, ta ki mən bu peşmançılığı çəkməyəydim. Yəni biz bilmirik ki, yəni biz nə qədər Ramazan yaşayacağıq. Bundan sonra bir Ramazan yaşayacağıq, 10 Ramazan yaşayacağıq, 15 Ramazan yaşayacağıq. Ona görə əlimizdə olan zamanın layiqincə dəyərləndirmemiz bizə vacibdir. Əlimizdə olan Ramazanı, əlimizdə olan Ramazan günlərini layiqincə dəyərləndirmək lazımdır. Yəni bütün gecələrdən insan gecə ibadətlərini yerinə yetirə bilmir, amma Ramazan bir fürsətdir. Çünki sən sahura qalxırsan. Sahura qalxmaq nədir? Yəni bu əməlin özündə bir dənə yəni hikmət və fayda var. Yəni sahura qalxmaq, o başlanan qalxmağın çox böyük faydaları var. Nə baxımdan? Yəni bu gün praktikdən ona görə danışıram ki, bu hər gün bizim başımıza gəlir, yəni bu cümlə. Yəni sahura ona görə qalxırsan ki, ihya eləyirsən. Yuxudan ayılırsan, ruhu oyadırsan, yeni bir həyata, yeni bir ruhla qədəm basmalısan. Ona görə bir qədər tez qalxıb gecə ibadətləri yerinə yetirmək olar. Və yaxud da ki, bir qədər tez imsak eləyib, 10 dəqiqə, 15 dəqiqə tez imsak eləyib, durub gecə namazlarını, 11 rükət gecə namazını deməli, qıl. Çünki Allah onu ruhun inşası adlandırır. Baxın, Müzzəmmil surəsində Allah deyir ki, gecənin inşası gündüzdə çox önəmlidir. Gündüz ki, siz təbliğatla məşğul olacaqsınız, insanların içərisində olacaqsınız, insanlarla davranacaqsınız və gecə əgər siz öz ruhunuzu inşa etsəniz, qursanız, tərbiyələndirsəniz öz ruhunuzu, o zaman gündüz artıq sizin üçün başqa bir gündüz olacaq. Həmin gündüzdə artıq sən həmin gün səhərə artıq başqa bir ruhla açılacaqsan. Təqva ruhu ilə, Allaha təvəkkül edərək, Allahın qəzasına və qədərinə razı olaraq açacaqsan sübhü. Yəni otur, insan hey depressiyada yaşasın, hey narazı ruhla yaşasın. Bu həm ətrafdakı insanlara mənfi təsir göstərir, həm ətrafdakı təbiətə mənfi təsir göstərir, hətta içdiyin suya mənfi təsir göstərir. Hətta ətrafındakı olan canlı orqanizmlər yoxdur, bitki aləmi yoxdur, heyvanat aləmi, hətta onlara mənfi təsir göstərir. Sənin o qədərdən narazı bir ruhiyyəki yoxdur, hamımızda var, təbii ki. Bəzən deyirsən, bu nədir, bu niyə belə oldu, niyə belə oldu, niyə belə oldu, harada səhv elədi? Dünyavi baxımdan deyirəm. Onu yaşamamaq üçün deyir ki, gecələri ibadətlə keçir ki, Allaha təvəkkül ruhu ilə keçir ki, gündüzdə həmin ruh səndə olmasın. Səhəri açılanda Allaha şükürlə aç, Allaha təvəkküllə aç, səhəri açılanda ruzi ilə aç, mənəvi rizq ilə aç. Yəni səhərin açılması və insanın səhərə daxil olmasında çox deməli faydaları var. Bəlkə mən deyərdim ki, sübh namazının da elə əhəmiyyəti ondan ibarətdir ki, yəni sübh açılanda sən ibadətlə sübhü açasan. Sübh namazının bir dənə hikməti qodur. Yəni sübh açılanda sən yemək içməklə yox, birinci namazla açırsan. Birinci ruhun qidası ilə açırsan. Sonra, yəni qədim insanlar bu cür deyildi. Bizim kimi sübh namazını qılandan sonra heç kəs yatmırdı. Bilin çünki həyat onu tələb eləyirdi. Sübh namazını qılan kimi insanlar səhər yeməyini yeyirdilər. Sonra hamı biri tarlaya gedirdi, biri məsələn bazara gedirdi, biri tutaq ki, məsələn başqa işlərin ardınca gedirdi. Heyvan ardı, hər kəsin işi vardır və sübh başlayırdı iş. İndi də texnologiya əsridir, insan 11-ə qədər yatır, 11-dən sonra durub işə gedir məsələn bəzi insanlar. Sübh asılarda insanlar əvvəlcə ibadətlə məşğul olub, sonra yəni cismani qidanı qəbul edərlər. Yəni sübh namazının da hikməti ondan ibarətdir ki, sən səhərə açdığın zaman ibadət ruhu ilə, dua ruhu ilə Allahı anaraq açırsan. Bax sübh namazını. Ona görə qəzaya vermək olmaz sübh namazlarla. Çalışmalıdır ki, insan qəzaya verməsin. İndi mümkündür ki, insan ildə bir dəfə, 2 dəfə qəza ola bilər. Yəni insandan asılı olmaz. Amma çalışmalıdır ki, insan sübh namazlarını qəzaya verməsin. Amma xüsusən Ramazanda gecə namazlarını deməli insan fürsəti əldən verməsin, gecə namazlarını qılsın. Və ruhun orucu, cismin orucu nədir? Yəni hər birimiz cismin orucunu hiss edirik. Elə bir insan yoxdur ki, o cismani orucu hiss eləməsin. Elə bir insan yoxdur ki, Ramazanda susamasın, acmasın. Yəni müəyyən qədər hiss edirsən bu vücudunda. O cismani orucu hamımız hiss edirik. Yəni Ramazan ayında yeməkdən və içməkdən çəkinməyin mənası budur ki, yəni sən Ramazan ayında öz bədəni və
daddırırsan orucluğu, mahiyyətini daddırırsan. Yəni susuzluq nədir? Aclıq nə deməkdir? Bunu öz bədəninə daddırırsın. İndi bundan bir mərtəbə üstün oruc vardır. Nədir? Ruhun orucu. Əxlaqi oruc. O nə deməkdir? Yəni sən öz bədəninə Ramazan ayının mahiyyətini daddırdığın kimi, orucun mahiyyətini, bu ibadəti öz bədəninə daddırdığın kimi ruhu da daddırmalısan. İnsanın ruhu əgər Ramazanı hiss eləmirsə, orucu hiss eləmirsə, deməli ruhun oruç olmamışdır. Onu necə daddıra bilərsən? Gözün təqvasını hiss eləməklə, qulağın təqvasını hiss eləməklə. Artıq Ramazan ayında hiss eləyirsən ki, sənin gözün təqvaya riayət edir. Ramazan ayında artıq hiss eləyirsə ki, dilin qeybətdən uzaqlaşır, böhtandan uzaqlaşır, yalandan uzaqlaşır. Ramazan ayında hiss eləyirsə ki, artıq qulağın, deməli, əzavı orqanların artıq hamısı nədir? Hiss eləyir Ramazanı. Orucluğu hiss eləməlidir. Ruhun orucluğu duymalıdır. Necə ki, cismin yayın ən isti günlərində, indi biraz indi havalar sərindir, amma yayda daha çox insan orucluğun mahiyyətini dərk edir. Azlığı daha çox dərk edir. Yəni sənin bədənin necə orucluğu hiss eləyirsə və onu yaşayırsa, praktik olaraq ruhun da orucun mənasını. Çünki oruc sözünün də bir mənası da ucalmaq deməkdir də. Oruc bir dənə mənası odur. Oruc etmək, yəni baxmaq, nərdivanla uca, pillə-pillə yuxarı qalxmaq. Allah səni bəndələrinin içərisindən seçir. Oruç tutduğun zaman pillə-pillə qalxırsan yuxarı. Ona görə Həzrəti Fatimə Seyyidətün Nisa'l Aləmin gözəl bir hədisi vardır. Buyurur ki: "Ma yasna'us sa'imu bisiyamihi. İzə ləm yasun lisanuhu və sam'uhu və bəsəruhu və cəvarihə." Deyir ki, oruclu insan, Həzrəti Fatimədir, oruclu insan öz orucundan nə fayda əldə edə bilər, əgər onun dili oruc deyilsə, əgər gözü oruc deyilsə, əgər qulağı oruc deyilsə, əgər əzavı orqanları oruc deyilsə. Yəni mənsublar bizə anlatmağa çalışır ki, bu sözü ilə. Yəni ey insan, bədənivə orucluğu hiss etdirdiyin kimi, ruhuva da orucluğu hiss etdir. Ruhuva orucluğu hiss etdirdiyin kimi, fikirvə və düşüncəvə də orucluğu hiss etdir. Yəni düşüncə olaraq başqa bir insana çevirir. Qəlbin əslən həmin qəlbi olmasın. Ruhun artıq həmin ruh olmasın. Necə ki, Həzrət Əli Əleyhisselam başqa bir hədisində buyurur ki, "Saumul qalb xeyrun min saumul lisan və saumul lisan xeyrun min saumul bət." Buyurur ki, qəlbin, yəni ağlın orucu dilin orucundan xeyirlidir. Yəni insan var, dili ilə də yalan danışır, gözü ilə də namətənə baxmır, qulağı ilə də qeybət eşitmir, amma fikri məşğuldur dünya ilə. Qəlbində var, amma baxın, təqvayı rəayət edir. Əhlən və səhlə. Təqvası vardır, amma qəlbi oruc deyil. Niyə görə? Çünki qəlbi məşğuldur. Qəlbində hey istəyir ki, o şeyləri neynəsin, yaşasın. Amma bir mərtəbədə yuxarı qalxdığın zaman qəlbin orucu, Həzrət buyurur ki, dilin orucundan, gözün orucundan, qulağın orucundan üstündür. Yəni bu mənada ki, yəni sən qəlbinlə də günahı anma. Orucluq səni elə inşa eləsin ki, qəlbinlə belə günahı xatırlamayasan. Bu artıq yüksək, böyük insanların yəni orucudur da, yəni əvamın nasın orucu deyil. Bir var ki, İmam Sadiq Əleyhisselam deyir ki, təfriqlənəcək ondan da deyir ki, 3 cür oruc var. İnsanlar oruca görə 3 dəstədirlər. Ümumi insanların tutduğu oruc, xüsusi insanların tutduğu oruc, bir də ki, xüsusdan seçilmiş insanların tutduğu oruc. Yəni bir ümumi insanlar var ki, oruç tuturlar, Ramazana girəndə ağızlarını bağlayırlar, bir də Ramazana qutaranda ağzını açır. Yəni bir ağız bağlandı, digər ağız açılır. Amma bunlar bağlayırlar, bir də o ağız qalır. Bağlanır, bir də Ramazandan sonra açılır. Bir də xüsusi insanlar var, yəni gözünün, qulağın haramlardan çəkinirlər. Bir də var xüsusinin içindən seçilmiş insanlar, yəni qəlbi ilə belə orucdur, ruh, fikri ilə belə orucdur, düşüncəsi ilə belə orucdur. Ona görə və sonunda Qur'anın bir ayəsini istəyirəm ki, diqqətlə çatdıram. Allahu Teala buyurur ki: "Vesta'inu bis-sabri ve's-salah fe innaha lekebiyetun illa alel-haşiin." Quran ayəsidir. Bəqərə surəsində deyir ki: "Ey insanlar, vesta'inu bis-sabri ve's-salah." Namazdan və səbirdən yardım diləyin. Dində istəyirsiniz ki, inkişaf edəsiniz, imanda istəyirsiniz ki, inkişaf edib məqamlar qazanasan, vesta'inu bis-sabri ve's-salah. Namazdan və səbirdən yardım dilə. İmam Sadiq Əleyhisselam deyir ki, burada səbirdən məqsəd olmur. Yəni
bu onu demək istəyir ki, imam, yəni səbrin bir deməli mistaqı da, bir nümunəsi də orucdur. Orucda səbr lazımdır axı. Oruc mədənin səbri deyil, oruc gözün səbri deyil. Səbr nədir? Çəkinməkdir, qorumaq, saxlamaq özü. فَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ. Çünki bu çox çətin bir əməldir. Yəni namazla oruc bu elə bir əməldir ki, həqiqi namazdan, həqiqi oruc. فَإِنَّهَا لَكَبِيرَةٌ çox ağırdır إِلَّا عَلَى الْخَاشِعِينَ. Yalnız xuşu ruhuna, təvazö ruhuna, Allah qarşısında əyilmək ruhuna sahib olan insanlar istisnadır. Yəni mənası budur ki, bu ayda çalışın qəlbiniz yumuşasın. O qədər əridin, daşlaşmış qəlbimizi, o qədər əritməyimiz lazımdır ki, o qədər əriməlidir ki, ayaqlar altına düşsün o qəlb. Bir var, qəlb o qədər təkəbbürlüdür ki, insan o qədər özünü çəkir, çəksin də belə. Quranın belə ifadələri var, deyir ki, sənəvi deyir, insanlardan döndərib, təkəbbürənə bir şəkildə onların yanından keçmə. Sən nə deyir, dağa çıxa bilərsən, yara bilərsən, nə də yeri yarıb yerin altına girə bilərsən. Nə qədər özü daşdan yuxarı dağa çatanmaz, dağdan balacasa. Nə qədər də ayağınla bəlkə vursan yerə, yeri yarab içinə girəlməz. Yəni Ramazanın da orucun ən böyük faydalardan biri insan qəlbinin yumşalmasıdır. Ramazan insan qəlbindəki olan daşları aradan aparır. Çirkinlikləri aradan aparır. Qara lövhəni təmizləyir. Xuşu verir insan ruhuna. Xuzu verir insan ruhuna. Bəs ona görə də mən axırda bir hədisi də nəql eləyim. Deməli İmam Əli əleyhissalamdan buyurur ki, İmam Əli harasallahu ibadahul mu'minina bis-salavat vez-zakat və mücahadətəs-siyam fil əyyamil məfruzat. Deyir ki, Allah mömin bəndəsini qoruyur. Nə ilə? Namazla, zəkatla və oruc cihadı ilə. Orucu cihad adlandırır. Fi əyyamil məfruzat. Vacib günlərdə orucu cihad adlandırır Əli əleyhissalam. Niyə görə? Təskinən li ətrafihim. Çünki oruç tutandan sonra insan ruhuna bir aramlıq gəlir, sükunət gəlir. O təlatüm aradan gedir artıq, özü yəni qoruyursan. Və təxşiən li əbsarihim. Gözlərlə insan, oruç tutan insanın gözündə qorxu yarar. İlahi qorxu hakim olur insan gözünə. Və təzlilən li nüfusihim. Və onların nəfslərinə xuşu, xuzu, təvazö gəl, alçaq könüllülük. Təzlil yeli alçaq könüllü olmaq. Yəni kibirli olmamaq. Yəni özünü heç hesabı yapır. İnsan əgər bir mərhələ gəlib çatsa ki, özünü heç görsə, varlıqdan bir zərvə hesab eləsə, deməli özü haqqında müsbət fikirdə ola bilər ki, bəli, mən düzəlməyə doğru gedirəm. Yox, əgər insan hey fikirləsə ki, gözəl, mən bilirəm, mən öyrəm, mən bax bu işdə mən qabaq, hamıya mən yol göstərirəm. Hamıdan mən üstünəm, hamıya yəni, işin yolunu mən öyrədirəm, hamı gəlib məndən öyrən. Hamıdan mən vabliyəm, hamıdan mən mahirəm. Bu artıq Ramazanın ruhuna uyğun deyil. İnsan Ramazanda bu deməli işlərlə məşğul olmalıdır ki, o xuzu və xuşu, o deməli təvazö və alçaq könüllüyü özünün əxlaqına, meyarına və millatına çevirsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.